Hər vaxtın xeyir Çinarə. Bəli, sənin də qeyd etdiyin kimi Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri artıq başlayıb. İlk olaraq Azərbaycan Prezidentinin aeroportda qarşılandığı Xarici İşlər Nazirləri və digər rəsmiləri tərəfindən biz də hazırda digər qarşılanma mərasimi üçün keçirilən ərazidəyik. Yəni Gürcüstan Prezidentinin iqamətgahı önündəyik. Qeyd edək ki, təxminən yaxın saatlarda Azərbaycan Prezidentinin burada qarşılanma mərasimi başlayacaq. Artıq mərasimdən öncə isə ərazidə hazırlıq işləri həyata keçirilir. Azərbaycan və Gürcüstan hər iki ölkənin bayraqları artıq yerləşdirilib, eyni zamanda qırmızı xalılar yerə sərilib. Bununla yanaşı hərbi orkestrların məşqi həyata keçirilir. Xahiş edəcəm operatorum Tacəddin görüntüləri ekranlara gətirsin. Bəli, qarşılanma mərasimi üçün demək olar ki, hazırlıqlar gedir. Eyni zamanda jurnalistlər, operatorlar öz yerlərini almaqdadır. İlerleyen dəqiqələrdə, saatlarda qarşılanma mərasiminin ardınca isə iki tərəfli təkbətək eyni zamanda görüşlərin keçirilməsi nəzərdə tutulur və bu önəmli səfərdir. Xüsusi olaraq qeyd edək ki, elə Gürcüstan Prezidenti də seçildikdən sonra ilk səfərini Azərbaycana reallaşdırmışdı. Əslində bu iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. Bugünkü səfəri, eyni zamanda bu görüş həm də regiondakı gərginlik fonunda baş tutur əlbəttə ki, önəmli mesajların veriləcəyi istisna deyil. Ancaq bugün Azərbaycan və Gürcüstandan danışırıqsa, bu iki ölkə sadəcə olaraq qonşu deyil, Cənubi Qafqazda enerji, logistika, eyni zamanda siyasi stabilin qorunması istiqamətində mühüm rol oynayan əsas güclərdir. Və bugün xüsusən də Azərbaycan və Gürcüstan haqqında danışarkən, iki ölkə haqqında danışarkən daha çox ağla gələn iqtisadi sahədə əməkdaşlıqdır, enerji, logistika sahəsində əməkdaşlıqdan danışa bilərik. Bugün Azərbaycan, Gürcüstan da daxil Avropanın 16 ölkəsinə qaz ixrac edir ki, elə burada da əsas tranzit rolunu, nəqliyyat rolunu Gürcüstan ödəyir. Yəni əsas Azərbaycanın nəqliyyat qovşaqları, yəni Bakı-Tbilisi, Ceyhan, eyni zamanda Bakı-Tbilisi, Qars, digər layihələr hamısı Gürcüstan üzərindən keçməkdədir. Yəni bu baxımdan iqtisadi sahədə kifayət qədər diqqət çəkən əlbəttə ki, əməkdaşlığımız var. Ticarət dövriyyəsinin həcmi əslində ki, bu münasibətlərin hansı mərhələdə olduğunu deməyə əsas verir. Məsələn, ötən ildə ticarət dövriyyəsinin həcminə baxdıqda nə az nə çox 881 milyon dollar olub. Bununla yanaşı əlbəttə ki, bölgədə bugün Cənubi Qafqaz, yəni son illər artıq elə bir məkana çevrilib ki, bugün təhlükəsizlik üçün əsas bir model olub. Xüsusən də Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşma mərhələsinə daxil olmasından sonra düzdür ki, sülh sazişi imzalanmayıb, ancaq sülh sazişinin paraflanmasından sonra bu razılığın təkcə sənəd üzərində deyil, artıq praktiki addımlarda atıldığının şahidi oluruq. Ya burada artıq ticarətin həyata keçirilməsi, Azərbaycan enerjisinin Ermənistana ötürülməsi baş tutur ki, burada da əsas yenə tranzit rolunu Gürcüstan öhdəsinə götürür. Burada da Gürcüstan önəmli bir rol oynayır. Bu baxımdan da məsələ bugün bu məsələlərində müzakirə ediləcəyi istisna deyil. Müdafiə və təhlükəsizlik sahəsində də kifayət qədər və diqqətdən qaçmayacaq əməkdaşlıq var. Nəzərə alsaq ki, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə mütəmadi olaraq hərbi təlimlər də keçirilir. Məsələ gözlənilir ki, bugün iki tərəfli görüş ardınca mətbuata bəyanatda xüsusən də strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyması istiqamətində. Bugün mövcud gərginlik fonunda Cənubi Qafqazı bu gərginlikdən necə qorumaq lazımdır? Buna dair önəmli ipucular veriləcək, önəmli mesajlar veriləcək deyirik əlbəttə ki. Prosesləri yerində izləyirik, gedişatı yerində izləyirik əlbəttə ki. Yenilənən informasiyalar olduqca da ARB24-ün efirində ictimaiyyətin diqqətinə çatdıracağıq. Çinarə əlavə sualım varsa, buyur, eşitməyə hazıram.